İmam Sadiq əleyhissalamdan nəql edilmiş hədisdə biz görürük ki, əhdimizə sadiq olmağımız bizim imanımızın göstəricisidir. Hər bir şeyin özünün göstəricisi var. Məsələn, qələmin göstəricisi nədir? Yazması. Qələm yazmırsa, deməli qələm deyil. Pozanın göstəricisi pozmaqdır və s. İmam Sadiq əleyhissalam da deyir ki, sənin imanının göstəricisi sənin əhdə nə dərəcədə riayət etməyindədir. Həzrət görün nə buyurur? Çox incə bir xəbərdarlıqdır. Deyir ki, siz cəmaatın, bir adamın rükusunun, səcdəsinin uzunluğuna baxmayın. Namazın rüku və səcdəsini uzun eləmək bəzən insanların adətinə çevrilib. Mümkündür ki, bir adam adət eləyib, gecə namazını dura qıla və yaxud uzun-uzadı səcdə və rüku eləyə. İmam buyurur ki, bəzən belə şeylər imanın dərinliyindən gəlməyə bilər. Adət eləyib adam. Elə bəzən də fikir verirsən, görürsən, adamın namazına baxırsan, görürsən ki, həqiqətən də adətkardır bu, namaz ruhu yoxdur bunun namazında. İmam buyurur ki, o bu işə vərdiş eləyib. Lakin nəyə baxın, həmin adamın mömin olmağını bilmək istəyirsinizsə, namazını, orucunu qoyun kənara, baxın nəyinə? Doğru danışmağı ilə əmanəti sahibinə qaytarmağına. Yəni, bu iki şeyə ciddi riayət etdisə, həmin adam şübhəsiz ki, imanını təkmilləşdirmiş olur. İmam digər bir hədisində çox sərt şəkildə bəyan edir. Bu, eyni ilə Peyğəmbərimizdən də nəql olunur, amma mən bu hədisi imamdan qeyd eləmişəm, Biharul Ənvardan götürmüşəm bu hədisi. Həzrət buyurur ki, 3 xüsusiyyət var ki, kimdə olsa xalis münafiqdir, 2 üzlüdür. Danışanda yalan danışar, vədə verdikdə vədəsinə xilaf çıxar, ona bir şey əmanət edildikdə əmanətinə xəyanət edər. Deməli, bütün bunlar göstərir ki, həqiqətən də əhdə vəfalı olmaq imanın göstəricisi, əksi isə iki üzlülüyün, münafiqliyin göstəricisidir.